Başladıq. Elmi, sən deyirsən mənə. Cümlə deyəcəm, doğru yoxsa yanlış olduğunu deyəcəksən. Hüceyrələr bütün canlıların quruluş vahididir. Doğru mu fikirdir? Aha, peki. Sən deyirsən, bir qrup hüceyrələr orqanlar sisteminə əmələ gətirir. Doğru mu fikirdir? Bir qrup hüceyrələr orqanlar sisteminə əmələ gətirir. Doğrudur. Səncə Elmi? Yanlışdır. Elmi plus qoy, Mehdiyə minus qoy. İkinci suala keçirəm. Sonra, indi mən sizə sistemlər deyəcəm. Hansı sistemlərimiz var? Yadınızdadır? Hə. Aysa, bu sistemlərdə mən bir cümlə deyəcəm. Hansı sistemə aid deyəcəksiniz, yaxşı? Bədənin dayağını təşkil etməklə bərabər daxili orqanların qorunmasında iştirak edir. O hansı sistem? Aferin. Neyse, indi sən deyirsən. Deməli, oksigeni qəbul edir. Hansı sistem gedir? Hansı sistem gedir o? Aferin. İkincide de plus koydu ikinci suala. Daha sonra neçə cür sümük birləşməsi var idi? Aha. Aferin. Neyse, indi sən mənə də görüm. Kəllədə. Bizim hansı orqanımız yerləşir? Aferin. İkincide plus koydu. Deməli, Elmi qalib gəldi. Əyləşin. Başladıq qızlar. İndi xanım mənə deyir. Xanım, sən mənə orqanizm necə yaratdı demonstran say. Aha. Nə birləşir? Mənə belə gətirirdi. Sakin. De görüm nasıl. Xaric edir. Bu hansı sistemə aiddir? Sistemlər keçmişdir. Bayaqlarda elmi satılan sistemləri. Məsələn, qandamar sistemi, ifrazat sistemi, tənəffüs sistemi. Bunlardan çoxdur da sistemlər. Bunlardan hansı tullantı maddələri qandan təmizləyərək orqanizmdən xaric edir? Qandan təmizləyərək orqanizmdən xaric edir. İfrazat sistemi. Minus qoy. Yaxşı. Xanım, kəllə boşluğunda hansı orqan yerləşirdi? Kəllə boşluğunda hansı orqanımız var? Kəlləmizdə. Mehdi bayaq dedi. Sakin. Hansı orqandır başda? Beyin də. Dedi, hə, tamam, plus qoy. Sən də görüm, döş qəfəsində hansı orqanlar bizimdir? Orqan. Ha? Aferin, plus qoy. Sən də plus qoy xanım axırısına. Aha, əyləş, plus. Əyləş. Mehdi, sən mənə də görüm, neçə cür sümük birləşmələr var idi? Yarım hərəkətdə, hərəkətdə. Ha, Nihat, sən mənə də görüm, kəllənin əksər sümükləri necə birləşib də? Bu üç cürə sümük birləşməsən hansı? Kəllədə. Kəllədə sümüklər belə. Ay, sağ ol. Yox, necə hərəkətsizdir, hərəkətlidir yoxsa yarım hərəkətsiz? Aferin, hərəkətsiz. İkinizə plus yazın. Sonra. Mehdi, sən mənə nə deyirsən? Həzm sistemini ardıcıl say. Hardan başlayır, harda bitir həzm sistemi? Qida birinci hara qəbul olur? Hə, birinci ağız boşluğuna qəbul olur. Sonra ağız boşluğundan qida boşluğuna gedir. Aha. Sonra qida boşluğundan Hara daxil? mədəyə. Ay, sağ ol. Aha. Mədədən sonra gedir. Hə, hara gedir? Sakit. Sonra qida maddələrdən. Yox. Mədədən sonra hara keçəcək? De görüm ya. Mən mədəyə gedir. Mədədən sonra qalın bölgəsinə mədə. Sonra qalın bağırsaqdan nazik bağırsaq. Nazikdən qalın, yoğun bağırsaq. Anus vasitəsilə. Aha, xaric olun. Yarım plus qoy sən özünə. Yarım çıx gəldi ona görə. Nihat, sənə başqa sual verirəm indi. Sən mənə Nihat nə deyirsən? Hansı sistemlər var insan orqanizmində? Aha. İfrazat sistemi. Aha. Əksər sistemi. Aha. Sinir sistemi. Sümük sistemi. Sinir sistemi. Sonra Kifayətsiz. Plus qoy özünə. Sonra. Mehdi, qazlar mübadiləsi hansı orqanda gedirdi? Aferin. Yaxşı. Nihat, sən mənə de görüm. Qəbul etdiyimiz havanın tərkibində. Məsələn, oksigenin miqdarı nə qədər olur? Çox yoxsa az? Belə soruşuram. Qəbul etdiyimiz havanın tərkibində. Oksigenin miqdarı çoxdur yoxsa az? Bu ikisindən birini deməlisən. Qəbul etdiyimiz havada niyə az olsun? Ay, çox deməliyik. İndi yenə bir sual verirəm. Davam edin. Yox. Sual yarım çıxaldı. Biz dedik ki, qəbul edilən havanın tərkibində oksigen çoxdur. Bəs karbon qazı? Ay, sağ ol. Bəs su buxarı? Az olacaq. Hava necə olacaq utduğumuz hava? Sərin yoxsa isti? Ay, sağ ol. Sən də özünə yarım çox plus qoy. Sən də özünə üçüncü suala plus qoy, Mehdi. Bərabər oluruz, əyləşin. Şəfiqə, sən mənə də görün, hüceyrə nədir? Yox, bir görün. Hüceyrə canlı orqanizmin ən kiçik quruluşlar, plus minus. Şəfiqə, hansı sistemdir ki, biz deyirik ki, qandakı tullantı maddələrini bədəndən xaric edir? Qandakı tullantı maddələrini bədəndən xaric edir. Hansı sistemdir? Sən hansı sistem deyərsən Nəcibə? Hə, deyəcəksən. İfrazat. Yarımçıq plus yaz. Yaxşı, Nəcibə, sən mənə de görüm, hansı sistemdir ki, qazlar mübadiləsi baş verir o sistemdə? Qazlar mübadiləsi.
O hansı sistemə aiddir? Ağciyər hansı sistemdir? İfrazat, tənəffüs, həzm, həzm sistemi, söz. Sonra, Nəcibə neçə cür birləşmə var idi? Şəfqət. Neçə cür sümük birləşmələr var idi? Neçə cür sümük birləşməsi var idi? Sənin Nəcibə? Minus yaz. Hə, yerdən dedilər də. Yarımçıq qoy. Yaxşı. Nəcibə, sən mənə de görüm. Qida mədədə təxminən nə qədər qalırdı? 4-6 saat. Onu bir yarımçıq yoxdur. Nəcibə qalib gəldi, əyləşin. Cümlələr deyəcəm, hansı doğrudur, hansı yanlış deyəcəksiniz. Nəbizə mənə de görüm. Orqanizm orqanlar sistemindən təşkil olunmuş. Doğru fikir yoxsa yanlış? Orqanizm orqanlar sistemindən təşkil olunmuş. Bu fikir doğru fikirdir yoxsa yanlış fikirdir? Orqanizm orqanlar sistemindən təşkil olunmuşdur. Yəni cümlənin mənası odur ki, orqanlar sistemi birləşib orqanizmə əmələ gətirir. Doğrudur yoxsa yanlış? Doğrudur. Toxumalar qrupu orqanlar sistemini meydana gətirir. Doğru fikir yoxsa yanlış? Ziyad xanım. Bəli, toxumalar qrupu orqanlar sistemini əmələ gətirir. Doğrudur. Səncə? Xeyr, yanlışdır. Minus 1 olsun. Qidanı qəbul edir və onu parçalayır nədir? Bu hansı sistemə aiddir? Yox, sən sistemləri soruşuram. Tənəffüs sistemi, ifrazat sistemi, həzm sistemi, həzm sistemi. Hüceyrələr qida maddələri və oksigenlə təmin edir. Hansı sistem olar səncə? Bu verilən deyil, bayaq deyilən sistemlərdən hansı? Hüceyrələr qida maddələri və oksigenlə təmin edir. Hansı sistem olar sizcə? Qan damar sistemi, ifrazat sistemi, tənəffüs sistemi, həzm sistemi, sümük sistemi hansı olar səncə bunlardan? Xeyr, hansı olar? Qan dövranı sistemi, yarımçıq plus qoy. Sən yox, sən bayaq sual verdin ya, hadi plus qoy. Axırıncı sual verirəm. İndi yenə cümlələr deyəcəm, doğru yoxsa yanlış olduğunu deyəcəksən. Nihat, sakit duracaq. Ürək oksigenlə zəngin olan qanı bədənin bütün hissələrinə qovur. Doğru fikir yoxsa yanlış? Ürək oksigenlə zəngin olan qanı bədənin bütün hissələrinə qovur. Doğrudur yoxsa yanlış? Yox, sən suallar verəcəm. Sən minusunu qoy, nədir? Qan bədənimizdə bir qan dövr etdiyi zaman ürəkdən 2 dəfə keçir. Bu doğrudur, səncə yanlış? Doğrudur. Nədir qalib gəldi, əyləşin. Başladıq. Ümid, sən mənə deyirsən. Kəllədə hansı sümük birləşmələr var idi? Yalnız hərəkətsiz. Yox, hərəkətsiz də yanmır. Düzmü deyil? Mehmet. Yarım cüz qoy. Həm hərəkətli var idi, alt cənə sümük, həm də hərəkətsiz var idi deyildik. Yaxşı, sən mənə de görüm. Onurğa sütunun fəqərələrində əksər onurğa fəqərələri hansı birləşmədir? O 3 birləşmədən hansı yarım hərəkətli, hərəkətsiz? Bəli, əksəriyyəti yarım hərəkətli. Plus yaz. Ümid, sən mənə de görüm. Eyni funksiya malik olan oxşar hüceyrələr qrupu birlikdə nəyə əmələ gətirirdi? Yanlış. Toxumalara əmələ gətirirdi Ümid. Hansı sistem vasitəsilə Mehmet? Qida, qəbul edilən qida parçalandıqdan sonra qana sorulur. Hansı sistem vasitəsilə? Həzm sistem vasitəsilədir. Ümid, hansı sistem vasitəsilə qandakı tullantı maddələr bədəndən xaric edilir? İfrazat sistemi, doğrudur. Yaxşı, Mehmet, sən mənə de görüm. Həzm sisteminin ardıcıllığını. Hansı ardıcıllıq? Qida birinci ara daxil olurdu. Qida birinci ara daxil olurdu. Sonra indi ardıcıllığını say. Düzdür. Yaz düz, əyləş. Mehmet qalib.